Azərbaycanla sülh qurulub, amma hazırda əsas məsələ reallığı, regionda yaradılan yeni reallığı dərk etməkdir, deyib Nikol Paşinyan, Ermənistanın baş naziri ötən gün sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu forumunda və mənə elə gəlir ki, dostlar, Nikol Paşinyan ölkə vətəndaşları ilə yanaşı, Ermənistan vətəndaşları ilə yanaşı bu çıxışı ilə eyni zamanda ölkədəki revanşistlərə də bir mesaj göndərib və bildirib ki, artıq xislətinizi qoyun bir kənara və Azərbaycanla sülh quruculuğu istiqamətində mənim attığım addımlara dəstək verin. Mən belə düşünürəm təbii ki. Həm də seçkilər də gəlir. Bəli, 2026-cı ilin yayında seçkilər gəlir və artıq bəzi iddialara görə Nikol Paşinyan hətta növbədən kənar seçkilər də keçirə bilər. Baxmayaraq ki, təqzib eləyir hökumət dairələri hazırda növbədən kənar seçkilərin keçirilməsini. Amma bəzi ekspertlər hesab eləyirlər ki, əgər Nikol Paşinyan erkən seçkilərə getsə, növbədən kənar seçkilərə getsə, bundan bir neçə addım müxalifəti qabaqlaya bilər. Çünki bilirsiniz ki, hazırda Ermənistana bəzi təhdidlər var. İstər müxalifət tərəfindən Ermənistan hökumətinə, istər bəzi ekspertlərin bildirdiyinə görə, istər kənardan bəzi təhdidlər var və bu səbəbdən Ermənistan hökuməti, hazırki hökumət ola bilər ki, erkən seçkilərə getsin ki, 2026-cı ilin iyunundan əvvəl Haradasa gözləniləndir də onda bu? Gözləniləndir, amma ilkin məlumata görə Nikol Paşinyan da bunu təqzib eləyib hələ ki və gözləyə görə yaxın aylarda sülh gözəl bir şeydir. Yəni sülhlə başlamağımız da çox yaxşı oldu. 30 il ərzində bizim torpaqlarımız işğal olan vaxtda belə biz ölkə olaraq həmişə sülhün tərəfdarı olmuşuq. Sülhməramlı olmuşuq. Bəli, sülh istəmişik olsun və torpaqlarımızı da sülhlə azad eləmək istəmişik. Hazırda artıq Ermənistanın da bu istiqamətdə addımlar atmağı ancaq bizi sevindirir və nəhayətə ərməyini gözləyirik bu prosesin hər birimiz. Bəli, Nikol Paşinyanın bildirdiyinə görə o daima sülhdən danışanda son dövrlər, son aylar Ermənistanda bəzilərinə bu qəribə gəlir, amma digər tərəfdən baş nazirin bildirdiyinə görə artıq yeni reallığı budur və bundan sonraki prosesdə, bundan sonraki dövrdə məhz regionda sülh şəraitində yaşamaq lazımdır. Bu da asan olmayacaq. Bunun üçün də zaman lazımdır. Çünki görün neçə illər müharibə şəraitində yaşayan iki dövlət və indi sülhə addım atılır. Baxmayaraq ki, tarixi köklərə getsək daha uzundur. Daha uzundur, daha keçmişə dayanır. Amma biz həmişə sülh olub da, bizim istəyimiz sülh olub və haqq savaşının qalibləriyik, zəfərimizi də haqq yolunda əldə eləmişik. Amma bu prosesdə də çətinliklər gözləniləndir, zaman lazımdır, vaxt lazımdır. Gedişata baxanda məncə sürət, dinamikası, yəni müsbət dinamika çox yaxşıdır. Bəli, Nikol Paşinyan eyni zamanda ermənilərin Qarabağa qayıtması məsələsinə də toxunub və bildirib ki, ermənilərin Qarabağa qayıtması hazırda yaradılan sülh üçün təhdiddir, risklər yarada bilər və bu səbəbdən hesab eləyir ki, ermənilərin Qarabağa qayıdışı, daha doğrusu Nikol Paşinyan indiki sülhü yeni doğulmuş körpə ilə müqayisə eləyir və bildirib ki, bu körpə, yəni sülhə qayğı lazımdır və bu səbəbdən sülh sazişi imzalanmalıdır ölkələr arasında və delimitasiya aparılmalıdır və bir-birimizi rahat buraxmalıyıq, deyib Nikol Paşinyan. Eyni zamanda bilirsiniz ki, bir neçə ildir ki, Azərbaycan və Ermənistan arasında sərhəddə, daha doğrusu Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyasının nümayəndələri yerləşib. Nikol Paşinyan bu mövzuya da toxunub və bildirib ki, sülh müqaviləsi imzalanandan sonra və ratifikasiya olunandan sonra artıq müşahidə missiyasının formatı da dəyişiləcək və onlar ərazini tərk eləyəcəklər. Təbii ki, sülh dövründə, bu dövrdə proses davam etmişkən Azərbaycan və Naxçıvan arasında əlaqənin yaradılması da zəruri proseslərdən biridir. Nikol Paşinyan bundan da danışıb və bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirmək üçün dəmir yolunun tikintisini Birləşmiş Ştatlarla müzakirə edir hazırda rəsmi İrəvan. Nəyə görə? Çünki bu marşrut, ümumiyyətlə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi TRIP layihəsi bilirsiniz ki, Vaşinqtonda bu yaxınlarda razılaşdırılmışdı. Azərbaycan, Ermənistan və Vaşinqton arasında və TRIP layihəsinin ayrılmaz hissəsidir, qeyd edib Nikol Paşinyan. Eyni zamanda Ermənistan baş nazirinin bildirdiyinə görə bu TRIP layihəsi ümumilikdə nəinki region, həmçinin Çin, Türkiyə, Mərkəzi Asiya və Birləşmiş Ştatların özü üçün yaxın gələcəkdə, artıq bu proses reallaşandan sonra yaxın gələcəkdə müxtəlif dividendlər gətirəcək. Və onu da qeyd eləmək
eləmək istəyirəm ki, hazırda müzakirələr gedir. Ermənistan baş naziri bildirib və müzakirələr başa çatdıqdan sonra, ümumiyyətlə layihə həyata keçiriləndən sonra artıq Rusiyadan Ermənistana yüklər də məhz bu istiqamətdən gələ bilər. Bilirsiniz, Azərbaycan bu qadağanı artıq ləğv eləyib. Bir neçə müddət bundan öncə Qazaxıstandan yük göndərilmişdi. Eyni zamanda Rusiyadan yeni yüklərin göndərilməsi planlaşdırılır Ermənistana. Danışırsan, fikir verirəm Süleyman, yəni Çin, məsəl üçün Ermənistan, Amerika Birləşmiş Ştatları artıq dünyada belə deyək, yeni mərhələyə qədəm qoyulur. Biraz da bu xüsusilə dünya iqtisadiyyatı baxımından deyirəm və ən çox sevindirici hal bizim üçün budur ki, ölkəmiz burada da baş roldadır və ölkəmizin mənfəətləri də belə deyək, göz ardı edilmir və biz çox aktiv iştirak edirik ölkə olaraq bu proseslərin içində. Nəinki iştirak eləyir Firuz, mən hətta deyərdim ki, Azərbaycan bu layihələrin təşəbbüskarlarından biridir və öndə gedən təşəbbüskarlarından biridir. Çünki bilirsiniz, Azərbaycan hazırda coğrafi cəhətdən elə bir məkanda yerləşir ki, nəinki region üçün, o cümlədən dünyanın strateji baxımdan bəli, tranzit marşrutlarının üzərində yerləşir. Bilirsiniz ki, Azərbaycan və bu cəhətdən çox böyük önəm kəsb edir dünya iqtisadiyyatı üçün. Qələbələrimiz hələ qarşıdadır. Bəli, hələ qarşıdadır hesab eləyirik və mən davam eləmək istəyirəm Ukrayna gündəmi ilə. Birləşmiş Ştatların NATO-dakı daimi nümayəndəsi ilk dəfə olaraq, Matthew Whitaker'dan gedir söhbət, ilk dəfə olaraq Ukraynaya səfər eləyib, amma tək səfər eləməyib. Onu eyni zamanda Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Polşa, Kanada və Niderlandın NATO-dakı nümayəndələri müşayiət eləyiblər. Vladimir Zelenski ilə görüşüblər diplomatlar, Ukraynanın Müdafiə naziri Denis Şmıhalla görüşüblər və bir sıra vacib məsələləri müzakirə eləyiblər. Əsas məsələlərdən biri təbii ki, bilirsiniz, Ukraynanın dəstəklənməsi məsələsidir. Eyni zamanda Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi məsələsidir. Sanksiya paketlərinin ardı-arası kəsilmir. Bilirsiniz, bir müddət əvvəl Avropa 19-cu sanksiya paketini qəbul elədi Rusiyaya qarşı. Birləşmiş Ştatlar Rusiyanın enerji resurslarına qarşı sanksiyalarını genişləndirdi və təbii ki, buna görə Ukrayna prezidenti Vladimir Zelenski minnətdardır. İstər Birləşmiş Ştatlar, istər Avropa tərəfdaşlarına və qeyd eləmək istəyir ki, Ukraynaya yardım çərçivəsində bu yaxınlarda Almaniya Patriot zenit raket komplekslərini göndərəcək Ukraynaya və Zelenski hesab eləyir ki, nə qədər çox ölkə bu proqrama qoşulsa, Ukraynaya dəstək proqramına Ukrayna üçün daha yaxşıdır. Çünki bu vasitələrlə Ukraynaya gələn yardımla rəsmi Kiyevdə hesab eləyirlər ki, onlar Rusiyanın qarşısını ala biləcəklər. Elə paralel olaraq qeyd eləmək istəyirəm ki, Ukrayna Avropa İttifaqından 5-ci maliyyə tranşını alacaq bu yaxınlarda. 5-ci maliyyə tranşının həcmi ümumilikdə 1,8 milyard avro həcmindədir və bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb və sənəddə qeyd olunur ki, ümumiyyətlə bu müddət ərzində 5-ci tranşı almaq üçün Ukrayna üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. 9 şərt var bununla bağlı və 9 şərtin hamısını yerinə yetirib. Eyni zamanda 4-cü tranşdan sonra Ukraynanın etməli olduğu bütün şərtləri yerinə yetirib rəsmi Kiyev. Eyni zamanda mən davam eləmək istəyirəm elə Avropa gündəmi ilə. Bir müddətdir ki, Belçika rəsmi dairələri Amerikadan alınan F-35 qırıcılarından narazıdır. Bir sıra səbəbləri var. Səbəblərin bəziləri ondan ibarətdir ki, çox səs-küylüdür bu qırıcılar. Eyni zamanda çox iridir və çox bahalıdır. İlkin olaraq bu barədə narazılığı ölkənin müdafiə naziri Theo Franken bildirib və qeyd edib ki, F-35-in təlimlərinə cəlb olmaq üçün, bu təyyarələri ölkə ərazisində təlimlərə cəlb eləmək üçün ölkənin sərhədi çox kiçikdir. Çünki onlar havalanandan sonra lazımi sürəti yığana qədər artıq Belçikanın Avropada ərazisi bilirsiniz o qədər də böyük deyil və tam sürəti yığana qədər artıq Niderlanda çatılır. Bəli, artıq digər ölkələrin sərhədini poza bilir. Bu səbəbdən rəsmi Brüssel bu istiqamətdə Fransa, İtaliya və Niderlandla danışıqlar aparır ki, təlimlər məhz
onların ərazisində həyata keçirilsin. Raketləri alıblar, amma bəyənmirlər də. Bəli, bu qırıcıları alıblar, amma hazırda bəzi narazılıqlar var. Onlar da görəsən 14 gün ərzində geri qaytarma məsələsi aktual deyilmi? Digər bir narazılıq... F-35-lər sadəcə o, yəni məncə hər halda artıq neçə ildir var bu F-35-lər, F-16-lar. Hər halda onların iri olduğu, səsküylü olduğu, yəni F-16-larda belə. Yəni məncə bunu əvvəlcədən bilməliydik. Səsküydən danışdınız. Belçikanın F-35-lərlə yanaşı F-16-ları var. Hazırda aktiv şəkildə istifadə edirlər onları təlimlərdə və Müdafiə Nazirliyinin bildirdiyinə görə F-35-lərin mühərriki F-16-lardan 2 dəfə çoxdur və bu səbəbdən onların səsi də 2 dəfə çoxdur və bu səbəbdən hava limanlarının yaxınlığında, eyni zamanda hərbi bazaların yaxınlığında yaşayan əhaliyə Belçika rəsmiləri broşurlar göndəriblər və bildiriblər ki, məhz bu səbəbdən onların səsi çoxdur, çünki mühərrikləri böyüdü F-16-larla yanaşı. Amma buna baxmayaraq, hərbi bazalar ətrafında, eyni zamanda aerodromlar yaxınlığında yaşayan əhalinin çox böyük narazılığına səbəb olub F-35-lər və bu da təbii ki, Belçika rəsmilərini narahat eləyir. Digər bir məqam isə bu təyyarələrin istismarının çox baha başa gəlməsidir Belçika üçün. Çünki rəsmilərin bildirdiyinə görə F-35-lərin havada 1 saat qalması təxminən 50.000 avroya başa gəlir. İndi təsəvvür edin, bir neçə saat bu təyyarələri onlar təlim zamanı istismar eləsələr və bir neçə təyyarə istismar eləsələr, kifayət qədər məbləğ eləyir. Kifayət qədər məbləğ eləyir. Mən keçmək istəyirəm bizim növbəti mövzumuza, amma bir sualım olacaq hər ikinizə. Gündəlik olaraq smartfonu nə qədər istifadə edirsiniz? Nə sən soruş, nə biz deyək. Kifayət qədər çox. Çox. Amma əsasən işimizlə bağlı olur çox vaxt elə ilə. İndi bilmirəm bu xəbər sizi sevindirəcək yoxsa yox, amma Amerikalı məşhur sahibkar Elon Musk qeyd edir ki, yaxın 5 il ərzində smartfonlarımızı süni intellekt əvəz eləyəcək və yaxın 5 ildən sonra artıq biz süni intellekt əsaslı telefonlar istifadə eləyəcəyik. Fərqi nə olacaq? Yəni smartfonlardan zərərindən danışırıq sərək. Maraqlıdır görəsən. Elon Musk'ın bildirdiyinə görə artıq orada heç bir tətbiq olmayacaq və süni intellekt əsasında çalışacaq bu telefonlar. Amma bir maraqlı məqam da ondan ibarətdir ki, artıq bu istiqamətdə işlər başlayıb və OpenAI şirkətinin ChatGPT platforması artıq bu iş üzərində işləri başladı və yaxın 5 il ərzində prosesin yekunlaşacağı gözlənilir. Amma onu da xatırlatmaq istəyirəm ki, Elon Musk smartfonlarla yanaşı bir müddət öncə qeyd eləmişdi ki, yaxın gələcəkdə artıq süni intellekt əsaslı robotlarda insanların məcburi şəkildə gördüyü işləri əvəz eləyə biləcək. Yeni dünya, yeni reallıq. Başa düşürəm, bir müddət sonra Firuz, Süleyman və Aynuru da burada robotlar və ChatGPT belə süni intellekt daha doğrusu əvəz eləyə bilər. Amma ümid eləyək ki, bu baş verir. Ümid eləyək ki, ən azından qısa müddət olmasın. Necə ki, biraz qadağalar qoydular ChatGPT-yə bu yaxınlardakı həkimlərə, hüquqşünaslara çox da hüquqi dəstək tamlığı ilə verə bilməz, həkim yerinə danışa bilməz, eyni ilə də aparıcıların yerinə də yəqin ki, danışa bilməz. Təşəkkür edirik. Məndən isə bu saatlıq bu qədər. Biz isə tamaşaçılarımızı dünya gündəmində baş verən prosesləri daha yaxından izləmək üçün növbəti saatda təxminən 40 dəqiqə sonra yenidən başlayacaq xəbərin zamanını izləməyə dəvət edirik.